Cümə axşamı 4-cü gün zöhr azanından cümə günü zöhr azanına qədər. Hasan olsa, Hasan istəsəz, gedin dünyadan köçən valideyninizin məzarını ziyarət edin. Bir Fatihə oxuyun, İxlas oxuyun, Yasin surəsindən oxuyun. Nə bacarırsınız? Gedin eləyin. Bunu davamlı eləyəndə görəcəksiniz ki, həyatda olan problemləriniz həllini tapacaq. Düyünləri açan əməllərdən biri də budur. Bunu insan mütəmadi, əgər qəbristanlıq yaxındadırsa, lap yaxşı. Bəzilərinin valideynləri rayonda olur, çətin olur, amma yəni yaxınlıqdadırsa, onu ziyarət edin. Ata, anavız sağdırsa, Allah ömürlərini uzun eləsin, canların sağ eləsin və onlara xidmət edin. Onların ürəyini razı salın. Nəsə bir yaxşı bir iş görün, əllərindən öpün, xidmət edin, xoş bir söz deyin. Allah bütün balaları saxlasın, Allah bütün balaları qorusun. Kim sevməyir balasını? Candan əziz candır balam. Onsuz döyünərmi ürək damarımda.